Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial rifahın gücləndirilməsi məqsədi ilə həyata keçirilən sosial paket çərçivəsində minimum əmək haqqının artırılmasıyla bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb olub. Bu artımlardan biri də peşə təhsili alan tələbələrə verilən təqaüdlərlə bağlıdır. Mövcud qanunvericiliyə əsasən peşə təhsili alan tələbələrə ödənilən təqaüdün məbləği minimum əmək haqqının 50% həcmində müəyyən edilir. Əvvəllər minimum əmək haqqı 345 manat olduğu üçün bu təqaüdün məbləği 172 manat 50 qəpik təşkil edirdi. Lakin 2024-cü ildə minimum əmək haqqının 400 manata yüksəldilməsilə bu göstərici də artıb. Beləliklə, peşə təhsili alan tələbələrə artıq 200 manat məbləğində aylıq təqaüd ödənilir ki, bu da əvvəlki məbləğə müqayisədə 14% artım deməkdir. Təqaüdlərin artırılması peşə təhsilinə marağın yüksəlməsinə, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsilə daha çox fokuslanmasına töhfə verəcək. Bu addım eyni zamanda ölkədə peşə təhsilinin inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə ixtisaslı kadrların yetişdirilməsinə müsbət təsir göstərəcək. Bundan əlavə, digər təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti mart ayının ikinci yarısında müvafiq təklifləri təqdim edəcək. Gözlənilir ki, bu təkliflər digər sosial kateqoriyalara aid edilən təqaüd və müavinətlərin də artırılmasını nəzərdə tutacaq. Dövlət həyata keçirdiyi bu sosial dəstək tədbirləri vətəndaşların rifah halının yüksəldilməsinə yönəlir və növbəti dövrlərdə bu istiqamətdə daha geniş addımların atılması gözlənilir.